Hər kəs salamlayıram. Dostlar, mən bir daha söyləyirəm ki, səhər saatlarında zala gəlirsinizsə və yaxud yuxudan saat 10-da oyanmısınızsa, 11-də, 12-də zala gəlirsinizsə, deməyin ki, mən tək yumurta yeyib gəlirəm. Bu zulaldır, amma sənə lazımdır insulinin qalxsın. Yəni enerji mənbəyin hardan gələ bilər? Qreçkadır, bulğurdur. Ən tez həzm olunan karbohidrat belə götürsək banandır. Həmçinin də fruktozası var. Sən yumurta yedin, yanında da banan ye. Vacib deyil sən 5 dənə yumurta yeyəsən və yaxud 200 qram filə yeyib sonra gələsən zala. Təbii ki, səhər zulal da lazımdır. Amma ki, karbohidrat mütləqdir yanında. Məşqdən çıxandan sonra onda çox yəni zulal qəbul edə bilərsən. Təbii ki, sən lap çox zulal da qəbul eləsən, yəni bədən bunu hamısını bir dəfəlik qəbul edə bilməz. Yəni ona görə bir daha söyləyirəm ki, zaldan çıxıb karbohidratı yedinsə və yaxud zulalı yedinsə, yəni doyma da, fasilə ver 2 saat, ondan sonra bir dəfə də ye. Yəni bir daha ye. Bir dəfəlik çox yemə. Sən o çox yeməklə o depo olur. Depodakı artıq çəki verir sənə. Bir daha söyləyirəm ki, çalışın, gününüzü səmərəli keçin. Hər kəsə uğurlar.